Səhərisi dədəm məni də, anamı da yanına çağırıb dedi ki, dünən sarı köynəkdən Ağamalı bəyin bacısı gəlmişdi. Deyir, istəyirəm Həbibəni bizə aparım. Qağam da, mən də qocalmışıq, evə qulluqçu lazımdır. Atam üzümə baxıb dedi ki, ay qızım, bu mahalda Ağamalı bəy kimi varlı, dövlətli adam az-az tapılar. Sənin də qarnın toxular, o tifil bacılarına da kömək elərsən. Mən atamın üzünə baxıb heç nə demədim. Ağladım. Anam da mənə baxıb ağlamağa başladı. Atamı heç belə görməmişdim. Bəs sonra? Elə həmin gün bəyin bacısı Gəncəyə qonaq gedən kimi imansız oğlu imansız məni yanına çağırdı. Bilmirəm, mənə nə dedi, mən ona nə dedim. Ancaq o yadımdadır. Özümə koşqadan saldım heyətə. Ayağım tutduqca qaçmağa başladım. Gəlib kəndimizdə, evimin töyləsində gizləndim. 2 gün gizləndiyim yerdən heç yana çıxmadım. Atam məni hər yerdə axtardı, amma tapa bilmədi. 2 gündən sonra bəyin yasavulları gəlib atamı qanına qəltan elədilər. Səhərisi dağlara qaçdım, Məşədi Göyüşü tapıb onun dəstəsinə qoşuldum. Məşədi Göyüş bizim kətləndi axı. İmkanım olsaydı, o bəy tayfasının qanını içərdim. Bilirəm Həbibə, hamısını bilirəm. Onların dabbaqda gönlünə bələdəm. Elə bilirsən tək sənsən. Bütün cəmaatın azarı, bezarı hamısı onlardandır. Dərimizi soyan, qanımızı içən, bəydir, jandarmıdır, pristavdır. Qiyamət gününə kimi varam onlarla. Bir quru nəfəsim qalana qədər onlardan qisas alacağım.